Elhamdülillahi Rabbil alemin ve bihi nesta'in ve salatu ve selamu ala Resulillahil emin ve ala alihi ve ashabihi ve tabi'ina ve etba'ihim bi ihsanin ila yevmiddin amma ba'd. Elhamdülillah kardeşler, yine Allah'ın izniyle, müvəffəqiyyəti onu zikr etmək üçün, bildiklərimizi xatırlayıb, bilmədiklərimizi öyrənmək üçün yığışmağa müvəffəq olduq. Və Allah'tan istəyirik ki, Allah Subhanahu taala bizi buna müvəffəq etdiyi kimi öz lütfü mərhəməti ilə ona əməl etməkdən müvəffəq etsin. Sonra qardaşlar, bugün danışacağımız mövzu mühüm mövzulardan biridir və onun əhəmiyyəti inşallah dərs zamanı ortaya çıxacaq. Hani birbaşa keçək mövzumuza. Mövzumuz ibadətlər və ilahi hikmətlərin gerçəkləşdirilməsi. Ümumən, bütün peyğəmbərlərin göndərilməsində əsas məqsəd insanların tək olan Allaha ibadət etməyə çağırmaq olmuşdur. Yəni, bu da ibadətlərin əsas hikməti onu bildirir ki, tövhiddir. Ona görə, ümumən, bütün ibadətlərdə Allahın bizdən tələbi, istəyi bizim onu təkləşdirməyimizdir. Necə ki, Uca Allah xəbər vermişdir ki, Peyğəmbəri sallallahu aleyhi ve səlləmə xitab eləyərək, səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona məndən başqa heç bir məbud yoxdur, yalnız mənə ibadət edin deyə vəhiy etməyək. Ənbiya surəsi 25-ci ayə. Həmçinin başqa ayədə Allahın insanları və cinləri yalnız ona ibadət etməsini, yalnız ona ibadət etmək üçün yaratmasını xəbər verməsi ayəsidir. Necə ki, buyurur ki, mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım. Təfsirçilər bu ayənin mənasını belə izah etmişlər ki, yəni, mənə ibadət etmək üçün yaratdım, yəni məni ibadətdə təhləşdirsinlər deyə. Yəni, bu da onu göstərir ki, Allahın hikməti bütün ibadətlərdə onu təkləşdirmək üçündür. Yəni, var Allahın təkliğini bilmək, o rububiyyət və ad və sifətlər tövhididir və var Allahın Allahı əməllərlə təkləşdirmək, ibadətlərlə təkləşdirmək. Bu da uluhiyyət tövhididir. Yəni, bir kimsə Allahın təhliyinə inanırsa, etiqad edirsə, lakin o təhliyin əməllərini isbat eləmirsə, göstərmirsə, deməli o Allahın onu yaratmaq məqsədini bilmir. Allahın ibadətlərdə nə üçün əmr etdiyi məqsədi bilmir. Yəni, mütləq bütün ibadətlərdə bizdən tələb olunudur ki, Allah Subhanahu taalanı təhləşdirək. Həmçinin ibadətlərin hikmətlərindən biri də Allahı kamil sevmək. İbadətlərdə böyük hikmətlərdən, Allah Subhanahu taalanın bizdən böyük tələblərindən biri də onu tam kamil sevmək. Belə ki, hər bir ibadətin arxasında Allahı sevmək və onu hər şeydən üstün tutmaq hikməti vardır. Uca Allah Quran-ı Kərimdə buyurur, əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz ticarətiniz və bəyəndiyiniz məskənlər sizi Allahdan, onun elçisindən və Allah yolunda cihad etməkdən daha sevimlidirsə, o zaman Allahın əzabı gələnə kimi gözləyin. Bu ayə göstərir ki, ibadət və itaət yalnız bir sevgi ifadəsi deyil, həmçinin Allah sevgisini hər şeydən üstün tutmaqdır. Yəni, biz kimdən soruşsa, hamı deyər ki, mən Allahı hamıdan çox sevirəm, mən Allahı sevirəm. Lakin, yəni, bizdən tələb olunan bunu əməllərimizə göstərmək. Təkdə dildə demək deyil. Allahı hər şeydən üstün tutmaq. Və ona görə də bu ayədə 8 sinif, yəni insan və amil gəldi ki, yəni halbuki insanların bunları ən çox sevdiyi bir şeylərdir bunlar. Əgər bunda Allah Subhanahu bu bir misaldır. Bunlarda biz Allahı hamıdan çox seviriksə, Allah'a sevgimizi bunlardan üstün tuturuqsa, deməli digərlərində də tutacağıq.
Həmçinin ibadətlərdə hikmətlərdən biri də təqvadır. Quranda bu xüsusiyyətdə açıq-aydın vurğulanır. Ey insanlar, sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Allahdan qorxasınız. Deməli, bütün ibadətlərdə məqsəd Allahdan qorxmaqdır. Yəni, əgər ibadətlər bizdə Allahdan qorxma hissi yaratmırsa, Allahdan qorxma şuuru yaratmırsa, deməli, biz o ibadətin məqsədini anlamamışıq. O ibadətdə Allahın hikmətini anlamamışıq, gerçəkləşdirməmişik. Mütləq ibadətlər bizdə Allah qorxusu yaratmalıdır. Ona görə əbəs yerə deyilməyib ki, yəni, ibadət adlanması üçün gərək tam kamil sevgi ilə və tam kamil zəlilliklə, yəni Allahdan qorxaraq, təzim edərək onu həyata keçirərsən. Və bu ayət açıq şəkildə göstərir ki, bütün ibadətlər Allahdan qorxmağa aparıb sarmalıdır insanları. Allah qorxusu yaratmalıdır. Xüsusilə oruc ibadətində uca Allah qorxmağı bizdən tələb edir. Necə ki, buyurur, ey iman gətirənlər, oruc tutmaq sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, bəlkə Allahdan qorxasınız. Bu ayədə açıq-aydın göstərir ki, bəzi ibadətlərdə də Allah öz hikmətini bildirmişdir. O da oruc ibadətindəki Allah Subhanahu taala hikməti bizim ondan qorxmağımızdır. Gərək bu qorxu hissi yarana bizdə. Əgər biz Ramazan orucundan sonra bizdə o qorxu yaranmırsa, deməli biz Allahın hikmətini başa düşməmişik. Allahın hikmətini o ibadətdə gerçəkləşdirməmişik. Bu da mövzunun əhəmiyyətini bildirir ki, insanlar ibadətlərində Allahın hikmətini güdməlidir, baxmalıdır, tətbiq eləməlidir, həyata keçirməlidir. Allahın məqsədinə uyğun, razılığına uyğun şəkildə keçirməlidir. Yəni, yalnız o zaman ibadətlər gözəl alınacaq. Yalnız o zaman daha çox fayda verəcək, həm fərdə, həm də cəmiyyətə. Dördüncü və bu əsas mövzumuzun demək olar ki, özəyidir. İbadətlərin ümməti bir araya toplamaq hikməti. Bütün ibadətlərdə demək biraz çətindir, amma bir çox ibadətlər, xüsusən də İslamın dayağı olan bu namaz, zəkat, oruc, həcc ibadətində məqsəd insanları bir araya toplamaq, bərabərlik yaratmaq, cəmaət etmək. Necə ki, buna bir çox ayələr daxil edir. Bunlardan biz hər Fatihə surəsində deyir ki, biz yalnız sənə ibadət edir və yalnız səndən kömək diləyirik. İbn Kəsir Rəhməhullah deyir ki, bu ayədə cəmaata işarə var, cəmaatın fəzilətinə. Biz yalnız sənə ibadət edir, yalnız səndən kömək diləyirik. Həmçinin Allah Teala müsəlman ümmətin birliyini belə təsvir edir. Həqiqətən bu vahid bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm, elə isə mənə ibadət edin. Ənbiya surəsi 92-ci ayə. Allah daha yaxşı bilir. Allah Subhanahu taala bizi müvəffəq eləsin ibadətlərdə. Onun məqsədlərini anlayıb, hikmətlərini bilib, daha doğru onun razılığına uyğun həyata keçirək. Və sallallahu alə nəbiyinə Muhammed və alə alihi və sahbihi və səlləm.